Salam əziz xanımlar, sizlərlə bugün tanış etmək istədiyim Ayşənin növbəti ustası, gözəlimiz, göyçəyimiz, böyük biləsə ustamız Yaqut xanımdır. Salam Yaqut xanım. Salam Bilgeys xanım. Özünüz haqqında ətraflı məlumat verə bilərsinizmi xanımlarımıza? Bəli, verə bilərəm. Mən Yaqut, 34 yaşım var, bir pilates ustasıyam. Mən Yaqut xanıma növbəti sualınızı yönləndirim. Siz nəyə görə bu sahəni seçdiniz? Mən tibb bacısı olaraq çalışmışam. Daha sonra özümü çox peşələrdə sınamaq istəmişəm. Son sınadığım peşədə kiprik qaynağı olub. Yəqin ki, burada görmüsünüz səhifələrdə. Özümü sınadım və başa düşdüm ki, bu peşə mənlik deyil. Nəyə görə? O daha çox oturaq işdir və fokus tələb edəcək bir işdir. Mən isə daha çox aktiv işləri sevdiyim üçün düşündüm, bu biopilatsiya peşəsi tam mənlikdir. Və mən növbəti sualı Yaqut xanıma yönləndirmək istəyərəm. Xanımlara biopilaksiya dediyimiz zaman onlarda biraz anlaşılmamazlıq yaşayırıq. Xanımların çoxu biopilaksiya dediyində nəyi nəzərdə tutduğumuzu başa düşmürlər. Siz bu haqda ətraflı məlumat verə bilərsiniz, xanımlarınızın da anlayışı olsun. Belə deyim sizə Bilgeys xanım, bəli, biopilaksiya dedikdə çox xanımlarımız elektroepilyasiyanı başa düşürlər. Yəni tək-tək tükləri aparat vasitəsilə təmizlənməyini düşünürlər. Bu belə deyil. Biopilyasiya böyük, geniş bir prosedur deməkdir. Bunda biz həm mumdan istifadə edirik, həm katricdən istifadə edirik, həm də ki şəkər pastasından istifadə edirik. Bunların hamısı orqanik olaraq heç bir ziyanı, heç bir zərəri, yəni dərimizə yoxdur. Və son olaraq buradan Yaqut xanım, xanımlara nə məsləhət vermək istərdiniz? Son olaraq xanımlara demək istərdim ki, bu prosedurdan qorxmasınlar. Bu prosedur tam ziyansız, zərərsiz. Əsas odur ki, yəni şüasız, heç bir şüa yoxdur, heç bir ziyanı yoxdur və bu prosedura analar artıq 10, 15, 16 yaşında qızlarında yönəldə bilirlər, gətirə bilirlər. Çünki tam olaraq yenə deyirəm, ziyansız və zərərsiz bir prosedurdur. Siz də qorxmadan, çəkinmədən yazılıb gələ bilərsiniz, bu proseduru sınaya bilərsiniz. Ümidvaram ki, hər kəsə maraqlı oldu. Fikirlərinizi, suallarınızı bu videonun altından qeyd edə bilərsiniz. Biz çox şad olarıq cavablandırmağa. Hər birimizi Ayşə studiyasında görməyə remonta görə düzülürük.